Hörmətli tamaşaçılar, Ağdam şəhərindən çəkilişimizi apardıq. İndi istədim ki, Ağdam çay evini də sizə göstərim. Bax, bu ərazi Ağdam çay evinin olduğu ərazidir. Bu gördüyünüz çay evinin aşağı yeraltı olan mərtəbəsidir. Yəni, daha sonra baxın, birinci mərtəbə, ikinci mərtəbə və üçüncü mərtəbənin tikintisi aparılacaq və Ağdam şəhərinin ən gözəl mərkəzlərindən biri olacaq, istirahət mərkəzlərindən biri olacaq Ağdam çay evi. Ətrafında ikinci yaşayış məhəlləsi yerləşir və Ağdam Cümə məscidinin qarşısında olacaq məhz bu çay evi. Mərkəzi park ərazisinə düşür çay evi. Bir nömrəli məktəbin və Ağdam şəhəri bir nömrəli körpələr evi uşaq bağçasının yaxınlığında yerləşəcək. 4-cü yaşayış məhəlləsi də Ağdam çay evinə baxacaq. Yəni, parkın sağ istiqamətində, bax gördüyünüz o binalar 4-cü yaşayış məhəlləsi, Seyidli kənd ərazisinə düşən 4-cü yaşayış məhəlləsidir və qarşısında isə mərkəzi park ərazisində bax, bu gördüyünüz çay evi öz möhtəşəmliyi ilə ucalır. Bura çay evin arxa tərəfidir. Baxın, oradan birinci mərtəbəyə giriş olacaq. Birinci mərtəbə, yəni mənfi birinci mərtəbə yerin altında olacaq. Birinci, ikinci, üçüncü mərtəbə isə buradan başlayacaq və doğrudan da mərkəzi park ərazisinin ən gözəl, ən əzəmətli hissəsi məhz bu ərazidir. Mərkəzdə məhz bu parkın düz ortasından, baxın görürsünüz, akvarium keçəcək. İndi onun yeri də məlumdur. Burada da artıq mərkəzi parkda da işlər başlayıb. O gördüyünüz ərazidə də bir dənə də yardımçı qurğu tikilib, yəni bina tikilir. Bir çox binalar olacaq, yaşa obyektləri olacaq mərkəzi park ərazisində və şəhərin ən görkəmli park olacaq, ən böyük 8 hektar ərazidə yerləşəcək bu park və doğrudan da Avropanın ən möhtəşəm parklarından biri olacaq deyə bilərik həqiqətən də. Ağdam City otelin qarşısından başlayacaq. Orada gördüyünüz kimi Ağdam Muğam mərkəzinin arxa hissəsindən bax, buraya qədər, çay evinə qədər və çay evindən də üzü yuxarı, bax, o ərazilər də ta ki 5-ci yaşayış məhəlləsinə qədər, indi orada siz binaları görürsünüz, 5-ci yaşayış məhəlləsinə qədər bu mərkəzi parkın ərazisi uzanacaq. Hörmətli Ağdamlılar, əziz Qarabağlılar, mən hal-hazırda Ağdam Cümə məscidinin olduğu ərazidəyəm. Bura Ağdam Cümə məscidinin böyrü və yan hissəsidir. Necə deyərlər, burada yardımçı binalar artıq tikilməyə başlayıb. İstəyirəm bu barədə məlumat verəm. Bax, bu gördüyünüz bünövrə Ağdamın yardımçı binalarının tikildiyi ərazidir. Hansı ki, burada insanların rahat şəkildə dəstəmaz alması üçün olan binalar olacaq, həm bəylər, həm xanımlar üçün. Və eyni zamanda isə burada cənazələrin yuyulması üçün də bir bölmə ayrılıbdır. Hansı ki, o binada da cənazələr yuyulacaq. Ağdam Cümə məscidinin ərazisi çox geniş olacaq. Buradan yol gələcək və bu
binaların, yardımçı binaların arxa hissəsi isə bağ kimi salınacaq. Yəni abadlaşdırılacaq, yaşıllıq zonası ilə əhatə olunacaq və Ağdam Cümə məscidi öz əvvəlki əzəmətinə gətirilib çatdırılacaqdır. Bax, burada arxa hissəsidir. Arxa hissəsinə dediyim kimi yol çəkiləcək və bilirsiniz ki, Heydərliyev Fondu tərəfindən də Ağdam Cümə məscidinin restorasiya işləri aparılıb və müasir formaya gətirilibdir. Bildiyiniz kimi, Ağdam Cümə məscidi ermənilərin vandalizminə məruz qalmışdı və bina tam yararsız vəziyyətdə idi. Keçmişə nəzər salanda isə Ağdam Cümə məscidində donuzların saxlanılması da çox özünü əyani şəkildə büruzə verirdi. Siz Google-da axtarış etdiyiniz zaman ermənilərin bu vəhşiliyinin şahidi olmuş olacaqsınız və çoxlarınız da zaten bunu bilirsiniz. Amma Ağdam şəhəri 2020-ci ildə işğaldan azad edildikdən sonra Heydərliyev Fondu məhz burada restorasiya işləri apardı və məscidin günbəzləri, xarici görünüşü və daxili görünüşündə təmir bərpa işləri aparıldı və yeni formaya gətirildi. Bu ərazidə isə söhbətgah yaradılacaq. Buraya gələn namaz qılan şəxslərin məscidin ərazisində rahat şəkildə oturub dincəlməsi üçün söhbətgah bölməsi yaradılacaq. Bilirsiniz ki, məscidimiz Ağdam şəhərində tarixi qədim bir məsciddir. Məscidin qarşısında isə mərkəzi park, müasir Ağdam şəhərinin ən böyük mərkəzi park ərazisi inşa olunur. Ağdamların ən sevdiyi, belə Ağdamın simvolu hesab olunan Ağdam çay evi də məhz məscidin qarşısında inşa olunur. Ağdam Cümə məscidinin qarşısında, sağ tərəfində Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş bulaq abidə kompleksi tikiləcək. Artıq çox işlər görülüb. Yaxın zamanda məhz bu bulaq da istifadəyə veriləcək.